Salam dəyərli şagirdlər. Bu videomuzda sizə OTK 9-cu sinif buraxılış sınaq imtahanında riyaziyyat suallarının izahını göstərəcəm. Qeyd edim ki, bu sınaq imtahanı 9-cu siniflər üçün təşkil edilib və 2025-2 noyabr tarixinə aiddir. İndi isə suala keçək. 31-ci sualdan başladıq. ABC üçbucağında deməli AD CD-yə bərabərdir. Qələmi bir dənə qalınlaşdıraq ki, daha aydın görə bilək deyə. Aha. Deməli AD CD-yə bərabərdir və bir də BD-yə bərabərdir. Deməli bu üç parça bir-birinə bərabərdir və bucaq deməli CBD, yəni bu bucaq 25 dərəcə olarsa BAC-ni tap. BAC-də bax bu bucaqdır. Yəni bundan da x deyək bir dənə. Deməli diqqətlə baxaq. Deməli BDC üçbucağı bərabər yanlı üçbucaqdır. Deməli burada 25 dərəcə olacaq. Eyni də ABD üçbucağı da yenə də bu da bərabər yanlı üçbucaqdır. Burada x deyirik. Aha, indi diqqətlə baxaq. Əgər bura 25, bura 25-sə, onda BDC bucağı da deməli 25, 25, 50, 180-dən də 50-ni çıxanda bura edəcək 130. Və burada biz ABD üçbucağının bir xarici bucağını görürük. Yəni BDC bucağı burada xarici bucaqdır, 130 dərəcə. Üçbucağın da bu xarici bucağı özünə qonşu olmayan iki daxili bucağının cəminə bərabərdir. Yəni x plus x bərabərdir 130-a. Buradan da x-in neçə olduğunu tapırıq. 2x-in yenə də 130 kimi göstərək. X də bərabərdir 65-ə. Bəli, cavab C variantı ilə də birinci sualdır. İndi keçirik ikinci suala baxırıq. Deməli, burada ifadəni vuruqlara ayırmaq bizdən tələb edilir. Burada n var, burada n plus 2 var. Kiçik qüvvəti biz mötərizə xaricinə çıxarda bilərik. Bunu a üstü 2 çıxılsın 81 kimi yazıram. Yəni təzədən bunu vurub açanda n plus 2 qüvvətini yenidən formalaşdıracaq. Bu şəkildə parçaladıq. İndi isə 81-i də yazıram a üstü n, burada a üstü 2, minus 9-un kvadratı, 81-i belə yazıram, bərabərdir, aşağıdan yazaq, a üstü n, bu da a kvadrat çıx b kvadrat, yəni müxtəsər vurma düsturu, yəni a çıx 9 və a üzərinə gəlinsin 9 kimi vuruqlara ayrıldı. Cavab B variantında var. 32-də də B variantını biz sualın cavabı kimi tapdıq. İndi baxırıq 33-cü suala. Tənasübdə tənasübdən x-i tapın. Baxın, bu 12, bu 4x çıxılsın 5 daxili hədlər. Düzdürmü? Orta hədlərdə. X plus 2 və 9 isə kənar hədlərdə. Tənasübün də belə bir xassəsi var idi də. Kənar hədlərlə orta hədlərin hasili nəyə bərabərdir? Bir-birinə bərabərdir. Yaxşı, 12-ni mən vururam. 12-ni vururam 4x minus 5-ə. Bu da bərabərdir 9-u vuracam bu ifadə, yəni x plus 2-yə. Kənar hədləri orta hədlərə vurdu. Daha doğrusu orta hədləri bir-birinə hasilini tapdıq, bir də kənar hədlərində bir-birinə hasilini tapdıq və bərabərliyi yaratdıq. İndi bu tənliyi həll edək. Mötərizələri açaq. Deməli 48x çıxılsın 60 bərabər 9x plus 18. X-i 48-in yanına aparsaq, 48x çıx 9x olacaq. Bu da eləcək 29, daha doğrusu üzr istəyirəm, 39x bərabərdir. Mənfi 60 da digər tərəfə keçirəndə olacaq, üstəgəl 60, o da edəcək 78. X də bərabərdir, hər tərəfə 39-a bölsək, x-in 2 cavabının biz olduğunu taparıq. Cavab B variantı. İndi isə 34-cü suala baxırıq. Deməli, a üzərinə gəl b 8 olarsa, a kvadrat üstəgəl 2ab üstəgəl b kvadrat plus 1 ifadəsinin qiymətini hesablayın. Bax, fikir verin, bu bir müxtəsər vurma düsturunun açılışıdır. Yəni, a üstəgəl b-nin kvadratı, bu biri də kənarda yenidən yazdım. İndi a üstəgəl b-ni 8 veribsə, bunun yerinə qoyuruq. 8-in kvadratı üstəgəl 1. Bu da bərabərdir. 8-in kvadratı 64, üzərinə gəlinsin 1 bərabərdir 65-ə. Yəni, cavab 34-cü sualda A variantı eləyir. İndi 35-ci suala baxaq. 35. Deməli, bizə belə bir 3 paralel xətt verib, ABC düz xətləri. Deyir ki, D bunları kəsəndir. Həndəsə insanlaşdıran aid bir mövzudur, daha doğrusu sualdır, maraqlı sualdır. Alfa plus 2 beta plus 3 y bucağının dərəcə ölçüsünü tapın. Yəni, bunların cəmini hesablayaq. Bax, fikir verin, alfa ilə beta iki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi uyğun bucaqlardır. Deməli, bunlar bir-birinə bərabərdir. Alfa və beta bir-birinə bərabər bucaqlardılar. Baxın, bu qamma ilə, burada mən bir dənə bucaq çəkirəm, bu da qammaya bərabər olacaq. Çünki bu bucaq ilə bu bucaq da bir-birinə uyğun bucaqlardır. Yaxşımı? Bərabərdirlər. Və burada beta ilə qammanın artıq qonşu bucaq olduğu anlayışı ortaya çıxdı. Yəni,
beta ilə qammanın cəmi bərabər edəcək 180 dərəcə. Axı qonşu bucaqdır bunlar. İndi baxaq. Deməli, alfa əgər betaya bərabərdirsə, alfanın üzərinə 2 beta gələndə elə alfanın mən əvəzində beta yaza bilərəm. Olacaq beta üzərinə gəlsin 2 beta, bu da edəcək 3 beta. Üzərinə gəl 3 qamma. Buradan da 3-ü mötərizə xaricinə çıxardıram mən. Yazıram. Beta üzərinə gəlsin qamma. Bərabərdir. Bərabəri buradan qoyuram. 3 vurulsun. Mən beta plus qammanın qiymətini necə tapmışdım? 180 olduğunu tapmışdım da. Burada gətirib 180 yerinə qoyuruq. Bu da bərabərdir. 3-ü də 180-ə vuranda cavab edəcək 540, yəni C variantı. 35 də belə getdi. İndi keçirik 36-cı sualın izahına baxaq. 36-da deməli bizə deyir ki, AOS şüası AOB bucağının tənbölənidir. Aha, OD isə AOS ilə tənböləndir. Bax, dəyərli şagirdlər, baxın, əgər bura x-dirsə, burada x olacaq. İndi AOS bucağı ilə, bu bucağı ilə, bir də COB də axı bir-birinə bərabər olmalıdır. Çünki OS tənböləndir. Burada onda olacaq 2x, yaxşımı? Bu şəkildə ifadə edilir. OD bunun tənbölənidir, yəni x, OS də AOB ilə tənbölənir. Əgər bura 2x olduğunu görürümsə, deməli avtomatik burada 2x-dir. Aha. İndi bizə nə istəyir? Deyir, AOB 140 dərəcə olarsa, yəni AOB yəni böyük bucaq 140 dərəcə olarsa, COD-ni tap, yəni x-i tap. Biz AOB-ni neçə x ilə ifadə edə bilərik? 4x ilə ifadə edə bilərik. 4x 140 dərəcə olduğunu biz görürük. Buradan da x-i hər tərəfi 4-ə böləndə 35 olduğunu görəcəyik. Düzdürmü? Və bizdən elə COD-ni istəyir. COD-ni biz x ilə ifadə eləmişdik. Elə cavabı avtomatik tapdıq. Cavab eləyir 35 dərəcə. Yəni 36-cı sualda da cavab B variantı elədir. Deməli, tənböləni kiçik tənbölən burada var. Daha doğrusu kiçik bucaq burada x-dir, bu da 2x-dir. Və oradan da x-in, yəni 36-cı sualın cavabının 35 olduğunu, yəni B variantı olduğunu tapdıq. İndi keçirik 37-ci sualımızın izahına baxaq. Deməli, A həqiqi ədədi üçün A kub 2-yə bərabər olarsa, A üstü 6, üstəgəl 6 ifadəsinin qiymətini tap. Baxın, bu A-nın qüvvəti 6-nı mən belə yazacağam. A-nın kubunun üstündə 2. Çünki bunu açanda yenidən ilə bu A üstü 6-ya bərabərdir, düzdürmü? Aha, yazıram. A-nın kubu üstündə 2, burada da üstəgəl 6. A-nın kubu mənə sualda verib 2 deməkdir. Yazıram, yəni 2, üstündə kvadrat, üstəgəl 6. 2-nin kvadratı 4-dür. 4-ün də üstü 6 gələndə cavabın 10 olduğunu tapdım. Cavab 37-ci sualda A variantı etdi. İndi keçirik 38-ci suala baxaq. 38-də bizə nə deyir? Deməli, modulda A A-ya bərabərdir, modulda B mənfi B-yə bərabər. Olarsa ifadələrdən hansıları mənfi ola bilməz? Yəni, bu üç ifadənin hansı mənfi ola bilməz? Bax, fikir verin. Əgər bir ifadənin, dəyişənin moduldan özü çıxıbsa, deməli, bu sıfırdan böyük bir ədəddir. Yəni, sıfıra böyük bərabərdir daha doğrusu. Aha. Və deməli, çünki müsbət ədədlər moduldan özü olduğu kimi çıxır. Təbii ki, bir də sıfırdır. Əgər B əks olaraq çıxıbsa, yəni mənfi B kimi çıxıbsa, deməli, B özü sıfırdan kiçik bir ədəddir. Yaxşımı? Aha, diqqətlə baxaq. Deməli, A-nın müsbət olduğunu, B-nin isə mənfi olduğunu tapdıq. İndi baxaq. B mənfidir, düzdürmü? B-nin kvadratı da müsbət olacaq. Müsbəti müsbət A-ya vuranda cavabın müsbət olduğunu tapdıq. Deməli, bu müsbətdir. İndi baxıram ikinci hissəyə. A müsbətdir. Mənfi 2 vurulsun, B öz axı bir mənfi ədəddir. Mənfi 2-ni, məsələn, tutaq ki, mənfi 3-dür. Mənfi 2-ni mənfi 3-ə vuranda, məsələn, müsbət 6 olacaq. Yəni, B özü mənfi olduğuna görə mənfi 2 ilə hasılı müsbət ədədi verir. Avtomatik burada A üstəgəl hər hansı bir müsbət ədədi yaranır. Deməli, bu ifadə də özü müsbət ədədə çevrilir. Deməli, 1, 2 müsbətdir. Bizə deyir, mənfi ola bilməz. Yəni, həqiqətən də heç vaxt mənfi ola bilməz. Aha, çünki nəyə görə? Əgər A-nın yerinə 0 da qoysaq burada, A-nın yerinə 0 da qoysaq, mənfi 2-ni hər hansı bir mənfi ədədə vursaq, yenə də cavabın müsbət olduğunu tapacaq onsuz da. Yəni, bu fərqi yoxdur. Yəni, 1-lə 2 mənfi ola bilməz. Yəni, 3-ü də yoxlayaq biz. 3 mənfi ədəddir, düzdürmü? A isə müsbət ədəddir. Məsələn, B-nin yerinə qoyuram mənfi 3, A-nın da yerinə məsələn müsbət 3 qoyaq. Çıxılsın, 2 vurulsun 3. Bu da bərabərdir. Mənfi 3 çıxılsın 6. Cavabın mənfi 9 olduğunu tapdıq. Yəni, hər hansı bir mənfidən mənfini çıxanda, çünki mənfi 2A artıq mənfi ifadəyə çevrilir. Hər hansı bir mənfidən mənfi çıxanda yenə mənfi ədəd verir. Deməli, 3 mənfi ola bilər, amma 1-lə 2 mənfi ola bilməz. Cavab 38-də A variantı.
İndi keçirik 39-cu sualımızın izahına. Baxaq, görə bizə 39-da bizə nə deyəcək. Aha, diqqətlə baxırıq. Deməli, 45% 90 olan ədədin 30%-ni tapın. Bunu çox sadə bir tənasüblə həll edirik. Əgər bu ədədin 45% 90-dırsa, 30% də bir də nə olacaq? Nə? X ədədi. İndi tənasüblə həll edək. 45 vurulsun x bərabərdir, 90 vurulsun 30-a. Hər tərəfə 45-ə bölsəm, burada qalacaq 2. X də bərabərdir, 2 vur 30, yəni 60. Cavab 39-da A variantı etdi. İndi keçirik 40-cı suala. Bəli, 40-cı sualın elə özünə baxırıq. Deməli, 2A üstəgəl 3B bərabərdir 14, 4A kvadrat plus 9B kvadrat bərabər 100 olarsa, AB hasılını tapın. Bax, dəyərli şagirdlər, bunu görürük. Bu sualı biz müxtəsər vurma düsturu kimi, köməkçi müxtəsər vurma düsturundan istifadə edə bilərik əslində. Bax, bunu mən yazıram. 2A-nın kvadratı üstəgəl 3B-nin kvadratı bərabərdir 100-ə. Düzdürmü? İndi dəyərli şagirdlər, baxın, əgər bunu mən müxtəsər vurma düsturu kimi açsam, bax, yadınızda düşdüsə əgər, A kvadrat üstəgəl B kvadrat nəyə bərabər idi? A üstəgəl B-nin kvadratı çıxılsın 2AB-yə bərabər idi. Və yaxud da A minus B-nin kvadratı üstəgəl 2AB. İndi mən nəyə görə burada üstəgəldən istifadə edirəm? Çünki burada ifadəmiz hal-hazırda toplama şəklindədir. Ona görə daha rahat tapa bilərik deyə. İndi burada A, yəni birinci hədd 2A-dır, ikinci hədd də 3B-dir. Yazıram. 2A üstəgəl 3B-nin kvadratı çıxılsın, 2 vurulsun birinci hədd, yəni 2A, vurulsun ikinci hədd, yəni 3B. Aha. Və sonunda bərabərdir nəyə? 100-ə bərabərdir. İndi 2A plus 3B-nin cavabının mənə 14 olduğunu verib. Düzdürmü? Burada deməli nə olacaq? Bu ifadə 14-ə bərabərdir. 14-ə bərabərsə burada da 14-ün kvadratı yazılmalıdır. Yəni 196. 196 çıxılsın, 2 vur 2 vur 3 neçə eləyəcək? 12AB bərabərdir 100-ə. Və buradan biraz bu sualı yuxarıya qaldıraq. Aha, 12AB-ni də mən digər tərəfə keçirəcəm. 100-ü də 96-nın yanına gətirəndə 12AB-nin 96-ya bərabər olduğunu görürəm. Düzdürmü? Və AB-nin də, AB hasilinin də bərabərdir. Hər tərəfi 12-yə böləndə 96-nı da 12-yə bölən neçə edir? Eləyir 8. Deməli, AB-nin biz 8 olduğunu tapdıq. Elə bizdə də sualda da AB hasilini istəyir. Ona görə cavab C variantı, yəni 8 olduğunu tapdıq. İndi keçirik 41-ci sualımıza. 41-ci sualımıza baxaq. Aha. Deməli, AB 2 rəqəmli ədədi üçün AB bərabər 2A plus 5B olarsa, B bölü A nisbətini tapmaq. Dəyərli şagirdlər, bunu gəlin açaq. Bunu mən 10A üstəgəl B kimi açıram və bərabərliyin davamında köçürürəm. 2A üstəgəl 5B. Mən qələmi qoy qırmızı rəngdən seçim ki, arxa fondan qarışmasın. Aha. A-ları bir tərəfə yığırıq. 8A bərabərdir 4B-yə. Hər tərəfi də 4-ə bölürəm. Burada da qalır 2A. İndi bizdən B bölü A nisbətini istəyir. Bax, fikir verin, həmişə bunu necə edirik? Bu B-nin əmsalı 1-dir, düzdürmü? Demək, A 1K-ya bərabərdir, yəni elə K-ya bərabərdir. B isə digərinin əmsalına bərabər olur, yəni 2K-ya. İndi B bölü A-nı bizdən istəyirsə, yəni 2K böl K. Burada K-lar ixtisar gedir, cavab qalır 2 böl 1, yəni 2. Ona görə 41-ci sualda düzgün cavab variant B variantı olur. İndi isə keçirik 42-ci sualımızın izahına. Baxaq 42-ci sualımıza. Görə 42-ci sualda bizə nə deyir? Biraz qarışıq düşüb burada, bunu biraz da yaxınlaşdıraq. Aha. Deməli bu biraz qarışıq düşüb. Əslində bu sual yaxşı gəl 9 üstü 9, 8 üstü 3. Gəl yazaq burada, daha dəqiq olsun. 9 üstü 9 vurulsun. 8-in qüvvəti 3 vurulsun 16-nın üstü 4. Yəqin ki, düz oxuyuruq. Əgər nəsə səhvlik olsa, siz öz testinizə baxarsınız. Şərhlərdə yazarsınız onu. 27-nin də üstü 6-ya oxşuyur, səhv etmirəmsə. 27-nin üstü 6-ya oxşuyur. İndi bu sualı gəlin həll eləməyə çalışaq. Deməli, bunların əsaslarını mən nə etməliyəm? Eyni əsasa gətirməliyəm. Bax, 9 3-ün üstü 3-dür. Onun da üstü 9-u mən bu şəkildə yazacağam. Bax, 3 üstü, daha doğrusu 3-ün kvadratı düzdür istəyirəm. 3-ün kvadratı, o da üstündə 9. Əsas 9-u mən 3-ün kvadratı kimi yazdım. Vurulsun. 8-də 2-nin üstü 3-dür. Bunun da üstündə 3. Vurulsun. 16-da 2 üstü 4-dür. 2 üstü 4-dür. Bunun da üstündə nəsə 4.
32 2 üstü 5-dir. Yəni 2-nin 5 qüvvəti 32-dir. Üstündə də 4-ü yazdım. Vurulsun 27-nin də 3 üstü 3 kimi, yəni 3-ün kubu kimi göstərdim, onun üstündə 6-nı yazdım və bərabərdir. İndi aşağıdan onu daha da sadələşdirək. 3-ün üstü 18, yəni 2-ni 9-a vuracam burada, 18 edəcək. 3 üstü 18, bunu buradan ayırım ki, bizi qarışdırmasın, çaşdırmasın. Aha, vurulsun 2-nin üstü 9, vurulsun 2-nin üstü 16. Aha, indi burada 5-i 4-ə vuranda neçə edəcək? 2 üstü 20 edəcək. Bunu da vurulsun 3 üstü 18 edəcək. 3 üstü 18 edəcək. Bax, diqqətlə əgər baxsaq, 3 üstü 18 ilə 3 üstü 18 ixtisar getdi. Bu 2 üstü 9-da 2 üstü 16-ya vuranda, bunun əvəzində mən belə yaza bilərəm. Qüvvətlər toplanır, edəcək 2 üstü 25. Düzdürmü? Aşağıda da 2 üstü 20 qalır. Bunları necə ixtisara apara bilərik? Yəni, bu 2 üstü 25 böl 2 üstü 20 deməkdir. Yəni, qüvvətlər çıxılacaq. Yəni, qalacaq 25-dən 20 çıxanda bölünmə olduğuna görə kəsir. 2 üstü 5 olacaq. 2 üstü 5 nəyə bərabərdir? 32-yə bərabərdir. Cavab Y variantı etdi. Yəni 43-də Y. İndi 44-cü suala baxaq. Deməli, A çoxluğu bu ifadədir, B çoxluğunda buradadır elementləri. A çıx B üstəgəl B çıxanın saylarının cəmin tapaq. Aha, bunları fərqləndirməlidir. Yəni fərqləndirən deməkdir. Bunu fərqləndirən kimi də çəkə bilərsiniz, amma daha rahat da başa düşmək üçün Euler-Venn diaqramı ilə daha yaxşı görə bilərsiniz. Baxın, birinci ortaqları tapaq. Ortaq 3-dür, 4-dür, 5-dir. Bax, 3, 4, 5-i mən burada yazdım. Yerdə qaldı 1, 2, bir də burada qaldı 6, 7. Yəni A çıx B, bu A çoxluğu olsun, bu da B çoxluğu olsun. A-nı B-dən fərqləndirən, yəni A çıx B. Əgər elementləri çıxsa, onda bunun olacaq 1 və 2. 1-dən 2. B çıxa isə, yəni B-ni A-dan fərqləndirən 6 ilə 7 olur. Yaxşımı? 6 ilə 7. Yəni A-nı çıxırıq, qalır burada 6 ilə 7. Burada qaldı 6 ilə 7. Yəni bunun da 2 dənə elementi oldu bu çoxluğun, bu çoxluğun da 2 dənə elementi oldu. 2-nin üstə 2 neçə edəcək? 4 edəcək. Bəli, 44-ün solu düzgün variant C variantı. İndi keçirik 45-ci suala. Katetləri 5 böl 12 nisbətində olan düzbucaqlı üçbucağın perimetri 90 olarsa, bu üçbucağın hipotenuzunu tapın. Baxın, dəyərli şagirdlər, düzbucaqlı üçbucaq çəkək. Buna 5K yazacağam, buna isə 12K yazacağam. Əgər Pifaqorla tətbiq eləsək, hipotenuzu tapmaq üçün, bax bu C-ni tapmaq üçün 5K-nın kvadratı, yəni 25K kvadrat, üstəgəl 12K-nın kvadratı, Pifaqor teoreminə, yəni 144K kvadrat bərabərdir C-nin kvadratına, yəni hipotenuzun kvadratına. Bu da neçə edəcək? Edəcək 169K-nın kvadratı bərabərdir C-nin kvadratına. Hər iki tərəfi kök altına salsaq, burada edəcək 13K, burada edəcək C. Deməli, bunun hipotenuzu nəyə bərabər imiş? 13K-ya bərabər imiş. İndi perimetri 90-dır. Perimetr nədir? Perimetr, bir dənə buranı silək, bizə mane olmasın. Yenidən yazaq bircə dəqiqə. Aha. İndi yenidən baxaq. Perimetr nə idi? 3 tərəfində cəmi. Perimetr bərabərdir 5K üstəgəl 12K üstəgəl 13K. Bu da bərabərdir 17-də 13, 30K. Bəli, perimetr 30K-ya bərabərdir. İndi 30K-da 90-dır. Yəni perimetr 90-da axı buradan yazıram. 30K bərabərdir 90-a, K da bərabərdir 3-ə. İndi bizdən hipotenuzu istəyir. Hipotenuz neçə idi? 13K idi. C bərabər idi 13K-ya. K-nın da mən 3 olduğunu artıq tapmışam. Yəni 13 vurulsun 3. Bu da bərabərdir 39. Cavab B variantı etdi. 45-də B variantı. İndi keçirik 46-cı sualın izahına baxaq. Deməli 0,5-dən böyük və məxrəci 16 olan ixtisar olunmayan düzgün kəsirlərin cəmini tapın. Baxın dəyərli şagirdlər, 0,5 nə deməkdir? Biz bunun 2-də 1 olduğunu bilirik. Yəni 0,5-in 2-də 1 olduğunu bilirik. Amma indi 0,5-i biz məxrəci 16 olan kəsir kimi necə göstərərik? Məxrəci də, sürəti də 8-ə vurmaqla. Yəni 16-da 8 olduğunu tapdıq. Yəni deməli 16-da 8-dən böyük olan və düzgün kəsirləri tapmalıyıq və ixtisar olunmasın. İndi gəlin görək ən böyük düzgün kəsir hansıdır? Məxrəci 16 olan. Təbii ki 16-da 15-dir. İndi gəlin görək baxaq. Deməli birinci 16-da 8-dən deməli nə olmalıdır? Böyük olmalıdır. Amma 16-da 8-in biz özünü götürə bilmərik. Deməli indi elə bir ədədlər seçməliyik ki, sürətdə 16 ilə qarşılıqlı sadə də olsun, yəni ixtisar olunmasın. Məsələn, 16-da 9 yazsam, bəli, ixtisar olunmayacaq, qarşılıqlı sadədə. 16-da 10 yaza bilmərəm, çünki 2-yə ixtisar oluna bilər. 16-da 11 yaza bilərəm.
Sonra 16-da 13 yaza bilərəm. Bir də elə 16-da 15-in özünü yaza bilərəm. Əgər bizdən bu düzgün kəsrlərin cəmini istəyirsə, bunların hər birini gəlin yaxşı toplayaq. Məxrəc olduğu kimi qalacaq 16. 9 üstə 11 20, 20-nin də üstə 13 33, 33-ün də üstə 15 neçə edir? 48 edir. Bəli, 48 də 16-ya tam ixtisar gedir. Cavab qalır 3. Deməli, sualın düzgün cavabı nə oldu? 3 oldu. 46-cı suala cavab 3. Cəmini tapdıq həmin kəsrlərdən. İndi isə keçirik növbəti sualımızın izahına. Baxaq 47-ci suala. Bərabər tərəfli üçbucağın təpə nöqtəsindən medianların kəsişmə nöqtəsinə qədər olan məsafə 6/3 olacaq. Bu üçbucağın tərəfini tap. Bərabər tərəfli üçbucaq nə deməkdir? Üç tərəfi də bir-birinə bərabər olur. Və bilirik ki, üçbucağın da medianları bir nöqtədə kəsişir, üçü də və burada biz bir C nöqtəsi deyirdik. Yadınızdadırsa, yəni üçbucağın ağırlıq mərkəzi. Aha. Baxaq, hər hansı 3 medianda onsuz bir-birinə bərabərdir. Fərqi yoxdur. Hər hansı bir mediana baxaq. Məsələn, A, B, C, burada da D. Deməli, B-də bir median olsun. Deməli, üçbucağın təpə nöqtəsindən burada C deyək. C. Deməli, şagirdlər, həmin bu hissə, təpə nöqtəsindən B-dən C-yə qədər olan məsafə 6/3-dür. 6/3-dür. Bu üçbucağın tərəfini tapın. Bax, dəyərli şagirdlər, biz bilirik ki, medianlar kəsişmə nöqtəsində 2-nin təpə nöqtəsindən başlayaraq 2/1 nisbətində bölünürlər. Yəni, bura olacaqsa əgər 2K, burada olmalıdır, onda K 2-nin 1-ə nisbətində bölünür. Axı, B-dən C-yə, C-dən D-yə. İndi baxaq, bu hərfi bir dənə silin, bizi çaşdırmasın. Aha. Əgər bu 6/3-dürsə, deməli, burada olacaq kök 3. Nəyə görə? Çünki 2K əgər 6/3-dürsə, K da bərabərdir kök 3-ə. Vəssalam. Bu şəkildə tapdıq. Daha doğrusu 3/3, üzr istəyirəm. 3/3. Aha, bunu qoy mavi rənglə yazım. 3/3 edəcək. 3/3. Aha, çünki nəyə görə? Hər tərəfi 2-yə bölürəm, cavab edir 3/3. Aha. Və bizə deyir ki, bu üçbucağın tərəfini tapın. Yəni, bunu mən sizə düstursuz deyirəm ki, tam rahat aydın olsun deyə. Həmin bu üçbucağı tapdıq. İndi fərz eləyin ki, həmin bu BDS üçbucağı ki var. Bax, onu burada çəkirəm mən, daha aydın olsun deyə. Nəyə görə? Bax, bu üçbucaq medianı həm də burada hündürlük yaradır. Yəni, BD AC-yə perpendikulardır. Belə bir düzbucaqlı üçbucaq yaranıb. Düzdürmü? Həmin bu düzbucaqlı üçbucaqdan, bax, BD tərəfi, bu hissə 6/3, burada isə 3/3. Cəmi neçə eləyir? 9/3 elədi. Deməli, bu tərəf elədi 9/3. İndi bu median tərəfi axı 2-yə də bölürdü. Məsələn, bura x desəm, burada x olur. AC əgər 2x-dirsə, deməli BC də 2x-dir. Çünki bərabər tərəfli üçbucaqdır bu. 2x, 2x. Çünki bütün tərəflər bərabərdir. İndi mən bu DC mənim bu düzbucaqlı üçbucağımın x olsun, BC də olsun 2x. Düzdürmü? Əla. İndi biz buradan başlayaq bu üçbucağın tərəfini tapaq. Yəni 2x-i tapaq. Bax, fikir verin. Bu həm mediandır, həm hündürlükdə, həm də tənböləndir. Bərabər tərəfli üçbucağın bir bucağı 60 olduğuna görə bura olur 30. Bura oldu ümumilikdə 60. Deməli, burada 30-dur. Burada oldu 60 dərəcə. Biraz səliqəli yazaq. Aha, 60 dərəcə oldu. Və biz nəyi tapmalıyıq? Hipotenuzu tapmalıyıq. Bax, fikir verin, diqqətlə bir dənə baxın. Biz nə demişdik? Biz demişdik ki, 60 dərəcə, əslində bunu Pifaqorla da tapa bilərik. Pifaqorla tapa bilərik və yaxud da belə tapa bilərik. 60 dərəcə bucaq qarşısında duran katet digər katetin kök 3 misinə bərabərdir. Əgər 9 kök 3-dürsə 60-ın qabağında duran katet, deməli 30-un da qabağında duran 9 olacaq. Yəni, sən bu kateti kök 3-ə vurubsan, 60-ın qabağındakı katet alıbsan və avtomatik buradan da əgər 30 dərəcə qarşısında duran katet 9-dursa, sənin 2x-ün də neçə olacaq? Olacaq 18. Deməli, biz tərəfi tapdıq. 47-ci sualda cavab 18-dir. Və yaxud Pifaqorla da tapa bilərsən. 9 kök 3-ün kvadratı, yəni 9-un kvadratı necə eləyir? 81 vur 3, bu şəkildə kvadrat yazılır. Üstə gəl, x-in kvadratı bərabərdir 2x-in kvadratı, yəni 4x kvadratına bərabərdir. 81 vur 3 bərabərdir 3x kvadratına. Hər tərəfi də 3-ə bölürəm. X kvadrat da bərabər olur 81-ə. X də bərabər olur 9-a. Bizdə də tərəf 2x idi. Yəni 2x də bərabər olacaq o zaman 18-ə. 2 üsulla da sizə göstərdim sual həllini. Cavab yenə 18. Vəssalam. Keçirik indi 48-ci suala. Deməli, A və B paralel olsa x-in dərəcə ölçüsünü tapın. Uşaqlar,
Hər zaman bunun bir formulu var. Yəni əslində bunu xətti uzadıb da yaza bilərik, amma həmişə belə forma olanda yadınızda qalsın ki, məsələn bu 70 ilə bu x-in cəmi 100-ün cəminə bərabər olur. Daha doğrusu 100-ə bərabər olur. Yəni x-in avtomatik 30 olduğunu bilirik. Amma gəlin isbat eləyək də nəyə görə 30-dur. Məsələn, ortadan belə bir A və B-nin ortasından keçən və A və B-yə paralel olan bir dənə gəlin C düz xətti çəkək. İndi diqqətlə bir dənə mənə qulaq asın. İndi baxın, bax bura 70-dirsə, bax bura 70-dirsə, bu bucaq ilə bu bucaq daxili çarpaz bucaq olacaq. Yəni burada olacaq 70. Bura x-dirsə, bu aşağıda hissədə qalan bucaq da olur x. Fikir verdiniz? 100 dərəcəli bucaq, elə bil həmin o bucağı çəkirəm. Həmin bu 100 dərəcəli bucaq 2 hissəyə bölündü. Yuxarısı oldu 70, birinci hissəsi. İkinci parçası oldu x. Bunların cəmi də 70-dir axı. Yəni daha doğrusu 100-dür axı. 70-in üstə də x bərabərdir 100-ə. Burada da x bərabərdir 30-a. Cavabın 30 olduğunu müəyyən etdik. 48-də cavab 30. İndi baxırıq 49-cu suala. Görək bizə nə deyir? Aha, biraz lövhəni balacalaşdıraq, daha yaxşı görək. Deməli, diaqram verib bizə və diaqrama əsasən Q-nin n plus K3 vurulsun n çıx P-nin kvadratı çoxəllisi olarsa, bu çoxəllinin dərəcəsini tapın. Q-nin çoxəllisinin dərəcəsini tapmalıyıq. Bu dəyərli şərtlərin diqqətlə baxaq. Bu sualda biz məsələn mötərizəni vurub açmaq falan fikirləşmirik. Çünki həll yolu bizə onu vermir. Nəyə görə? Baxaq. M də, N də, K da, P də özü hər hansı bir çoxəllidir və onların dərəcəsi də bu diaqramda göstərir. Məsələn, M-in dərəcəsi 8-dir və s. Gəl dərəcələri üstünə bir dənə yazaq. M-in dərəcəsi 8, N-in dərəcəsi 10, K-nın dərəcəsi neçədir burada? 4, P-nin dərəcəsi də 6-dır. Bax, fikir verin, çoxəllinin dərəcəsini necə tapırdıq? Ən böyük qüvvət olan bir həllinin dərəcəsi elə çoxəllinin dərəcəsi olurdu. Yəni biz həmin o bir həlliləri hasil kimi fikirləşib tapmalıyıq görə ən çox hansında alınır. Bax fikir verin. Bunun dərəcəsi 8-dir. Bunun dərəcəsi 10-dur, üstündə də kvadrat var. Bax, onun elə bil n üstü 10, üstündə 2 kimi fikirləşə bilərsiniz. Əgər daha rahat başa düşmək istəyirsə. Deməli onda bu n-in ümumi dərəcəsi 20-yə bərabər olur. Onu vurduq 2 elədi 20. Bu P-nin də dərəcəsi 6-dırsa, 6-nın da üstü 2, bu da 12-yə bərabər olacaq. İndi fikir verin, bax, görək hələ hansı rəqəmləri bir-birinə vuranda daha böyük dərəcə alınacaq. Bax, 8-i hardasa bu mötərizə açılanda, bu M ilə M bir-birinə vurulanda dərəcəsi 8 vur, daha doğrusu M vur N-də 8 o da 20 olacaq. Məsəl üçün, sizə bir hədli yazım, məsələn. 5, A üstü 2, B üstü 5. Məsələn, bu bir həllin dərəcəsi necədir? 7. Yəni, qüvvətlər toplanır, dərəcə kimi deyilir. İndi M hər hansı bir dərəcəsi 8 olandır, N də dərəcəsi 20 olandır. Bunları bir-birinə yanaşı hasil kimi göstərsək, neçə olacaq? 28 olacaq, toplanacaq. Sonra 8 ilə 12-ni göstərsəm, olacaq 20. 4 ilə 20-ni göstərsəm, 24. 4 ilə 12-ni göstərsəm, 16 olacaq. Yaxşı. Yəni, hər biri fərz edir ki, bir dəfə vurulacaq. Hə, bir də burada K-nın qüvvəti var. Daha doğrusu yox, K-nın üstündə burada da 3 var. Bir dənə bunu təzədən yazaq. K-nı bir də təzədən yazırıq. K-nın üstündə burada 3 var. Yəni, K-nın dərəcəsi 3-dür, bir də onun 4-dür, bir də üstündə 3. Yəni, bu da 12-yə bərabər olur. Hə, daha doğrusu bu da 12-yə bərabər olur. İndi 12 ilə 20 edəcək 32. 12 ilə də 12 edəcək 24. İndi görün hələ 4 dənə fərqli bir cavab aldıq. Bunların içərisində ən böyük dərəcə hansı oldu? 32 oldu. Deməli, bu çoxəllinin, həmin bu Q çoxəllinin dərəcəsi, yəni bunu vurub açanda bundan böyük bir qüvvət tapa bilməyəcək, bir hədli. Elə bir hədli tapa bilməyəcək ki, bu 32-dən böyük bir qiymət alınsın qüvvətlərdə toplayanda. Cavab olacaq 32. Yəni, ən böyük olduğuna görə deməli çoxəllidə də biz ən böyüyünü elə dərəcə kimi götürürük. Cavab eləyir 49-cu sualda 32. İndi keçirik 50-yə. Burada bir daha təkrar edirəm. K-nın öz dərəcəsi 4-dür, bir də içində kub var. Yəni 4-ün üstü 3. Yəni K-nın əgər özü 4-dürsə, üstündə bir dənə kub var. Bu da nəyə bərabərdir? 12-yə. 3-ü 4-ə vurdum, 12. Ona görə burada. Əvvəl 3-ü görmədim, gözümdən yayındı. İndi baxırıq 50-ci sualımızın izahına. Görək 50-ci sualda bizə nə deyir? 50-ci sualda baxaq. Lövhəni də bir dənə yeniləyək. Bu sualda, 50-ci sualda A bölü 3 bir dəqiqə bir dənə diqqətlə baxım görüm biz sual ötürmədik ki. Aha, yox, sual ötürmədik. Axırıncı 49-a baxdıq, indi 50-yə baxdıq. Aha. Sonra A bölü 3 bərabərdir B bölü 5. Bunları çarpaz vursam mən əgər çarpaz vursam mən bunları, bir dənə qələmimizi qalınlaşdıraq, daha aydın görə bilək də. Deməli, 5
5-i A-ya vuranda 5A edəcək. Bu da bərabərdir 3B-yə. Avtomatik buradan A 3K-ya bərabər götürürük. B-nin də 5K-ya bərabər olduğunu fikirləşdik. İndi bizdən B çıxanı istəyir. Yəni 5K çıxılsın 3K, bu da bərabərdir 2K-ya. İndi biz K-nın qiymətini tapıb gətirib burada yerinə qoyacağıq. 2K-nın neçə olduğu bizi burada gözləsin. İndi A plus B-ni verib bizə. Yəni 3K ilə 5K neçə edir? Edir 8K. Bu 8K-ya bərabərdir. Əgər 8K 32-dirsə, K da bərabər olur 4-ə. K-nın 4 olduğunu tapdıq, gətirək qoyaq. 2K neçə olacaq? 2 vur 4 edəcək 8. 50-nin sualında cavab 8. İndi keçirik 51-ci suala. Baxaq 51-ə. Deyir 5 ədədinin tərsi ilə əksinin fərqini tapıb. 5-in tərsi nədir? 5-də 1, yəni 1/5. Fərqini tap. Nə ilə? Əksi ilə. Əksi də bunun -5-dir. Və 5-də 1-dən -5 çıxanda bu 5-də 1 üstəgələ çevrilir, olur 5. Bu da bərabərdir 5/5-də 1-ə. Bunu da əgər onluq kəsrinə yazsaq, təbii ki, məxrəci də 2-yə vuraq, bunu da 2-yə vuraq. 5/10-da 2 edəcək, bunu da elə onluq kəsr kimi yazaq ki, orada cavabda yəni belə yazılmalıdır çünki. Cavab edir 5/2. 51 də belə getdi. Cavab 5/2. İndi baxırıq 52-ci suala. ABC bərabər yanlı düzbucaqlı üçbucağında ASB 90-dır, BD tənböləndir, CD-nin 8 olduğunu bizə verib. Bax CD bu bir tərəfdir. Bircə dəqiqə üzr istəyirəm. CD hanı? CD bura 8-dir. Aha. AD-nin uzunluğunu istəyir bizdən. Bizdən AD-nin uzunluğunu istəyir. Bizə bu sualda demişdi ki, ABC bərabər yanlı düzbucaqlı üçbucaq. Yəni AC ilə BC katetlər, deməli bunlar bir-birinə bərabər olmalıdırlar. Çünki katetlər bir-birinə bərabər ola bilər. Bərabər yanlı düzbucaqlı üçbucaqda. Deməli x plus 8 AC-dirsə, deməli BC də x plus 8-dir və belə bir şey bilirik. Bərabər yanlı düzbucaqlı üçbucaqda Pifaqor teoremindən belə bir məlumat öyrənmişdik ki, yəni həmin teoremlə də tapa bilərik, amma daha bir qısa bir yola gedirik. Deməli, bərabər yanlı düzbucaqlı üçbucaqda əgər katet A-dırsa, hipotenuz da katetin kök 2 misli olur. Yəni kateti kök 2-yə vuranda hipotenuz alınır. Yəni biz x plus 8-i katetimizin uzunluğunu vururuq kök 2-yə, hipotenuzu alırıq. Yaxşımı? Və tənböləndə də belə bir qayda var. Yəni məsələn, tənböləndə gəlin o qaydanı da sizin üçün bir dənə xatırladaq. Məsələn, belə bir qayda yazaq. Tutaq ki, bura A olsun, bura B olsun, bura M olsun, bura N olsun. A-nın M-ə nisbəti əgər bu tənböləndirsə, B-nin N-ə nisbətinə bərabər. Yəni mən yazıram x plus 8 vurulsun kök 2 bölünsün x-a nisbəti. Çünki BD tənböləndir və tənbölənin ayırdığı parçalardır bunlar. X plus 8-in də 8-ə nisbəti. Bərabərliyin hər tərəfin x plus 8-ə mən əgər bölsəm, yerdə belə bir şey qalacaq. Kök 2 böl x bərabərdir 1 böl 8-ə. Buradan da çarpazlama vursaq, x bərabərdir 8 kök 2-yə. Bizdən də elə AD-ni istəyir. AD-ni də biz x ilə ifadə eləmişdik. Deməli, cavab nə oldu? 8 kök 2-yə oldu. Cavab 8 kök 6-2. 52-ni yazdığın keçir 53-cü suala. Deməli, boş olmayan A və B çoxluqları üçün, yəni bunların çoxluqların boş deyil. Yəni ən azı kəsişməsi bunların 1 var. Yox, bizdən kəsişməsi deyil. Ümumiyyətlə boş deyil bu çoxluqlar. Yəni elementləri var, hə. Bu boş çoxluqlar, daha doğrusu boş çoxluq hardan gəldi, mənim dilimə gəldi. Boş çoxluq falan deyil. Sadəcə boş olmayan A və B çoxluqları üçün A, B-nin kəsişməsinin elementlərinin sayı bölünsün 3, B çıx A-nın elementlərinin sayı böl 8 bərabərdir N A çıx B-yə. Birləşmənin elementləri 48 dənə olarsa, kəsişmənin elementlərinin sayını istəyir. Bax, dəyərli şagirdlər. Gəl bir dənə yazaq. Bax, fikir verin. Bu N A ilə B-nin kəsişməsi böl 3 bərabərdir N ilə B çıx A-nın böl 8 bərabərdir N A çıx B-yə. Daha doğrusu belə yazaq. Əlimizdən səhv çəkildi bu. Aha, B-yə. İndi baxın, dəyərli şagirdlər, bunların hər birinin mən əgər N A çıx B-nə, yəni daha doğrusu fərqində, çıx deməyə fərqin deyək. A ilə B çoxluğunun fərqin 1K ilə ifadə etsəm. K ilə ifadə etsəm. Bax, bunu K ilə ifadə etdim. Bunu silirəm. Yerinə bir dənə K yazacağım. Diqqətlə qulaq asın. Bunu yerinə bir dənə K yazdım. Deməli, avtomatik burada kəsişmənin elementlərinin sayı
bərabər olur. Bax, 3-ü vururuq k-ya, 3k-ya. B ilə A çoxluğunun fərqi, yəni B-ni A-dan fərqləndirənlərin sayı isə bərabər olur 8-i vururam k-ya, eləyir 8k-ya. Və belə bir Venn diaqramını çəkirəm. Diqqətlə mənə qulaq asın. Venn diaqramını çəkdim. Bu A çoxluğu olsun, bu da B çoxluğu olsun. İndi gəlin bir-bir yerinə qoyaq. A çıx B, yəni A-nın B-dən fərqi bu hissədir. Buraya olur k. Kəsişmə olur 3k. B-nin A-da fərqləndirənsə olur 8k. Yəni bu hissə 8k-dır. Birləşmə də 48 dənədir. Yəni bunların cəmi həmişə k üstəgəl 3k üstəgəl 8k nəyə verirdi mənə? Birləşməni verirdi. Bunların cəmi neçə eləyir? 12k. 12k bərabərdir 48-ə, k da bərabərdir 4-ə. Məndən n a ilə b-nin kəsişməsini istəyir. Yəni 3k-nı. Bax mən burada ifadə etmişəm. 3k-nı istəyir məndən. K da 4-dürsə, 3k da bərabər olacaq 3 vurulsun 4. Yəni bərabərdir 12-yə. Cavab 12. 53-cü sualda cavab 12 edir. Vəssalam, 53 də belə gəldi, getdi. Sonra isə son 2 sualımız qalır. Səhv etmirəmsə, baxırıq 54-cü suala. A və B bir-birinə paralel düz xətlərdirsə, alfa, beta və qammanın nisbətləri 5/4/6 olarsa, qammanı tap. Dəyərli şagirdlər, əslində bu yenə də bir qəlib sualdır. Yəni belə suallar çox görmüşük. Bu 3 bucağın üçünün də cəmi, yəni alfanın da plus, betanın da plus, qammanın da cəmi 360 dərəcə eləməlidir. Və bunların da cəmini toplayanda neçə edəcək? Edəcək 15. Hər birinə əgər mən alfaya 5k, betaya 4k, qammaya 6k desəm, bunların da cəmi edəcək 15k. Bərabərdir 360-a, k-nın da 24 olduğunu tapdım. Bizdən də qammanı istəyir. Qamma mütənasib olaraq 6k-ya bərabər idi də. Yəni qammanı biz 6k ilə göstərmişdik. K da 24-dürsə, bu da 6 vur 24 olacaq. Bu da edəcək 144. Bəli, deməli 54-cü sual düzgün cavab 144 edir. İndi dəyərli şagirdlər, bunun bir daha da yenə də əgər isbat etmək istəsək, niyə hardan gəldi bunların cəmi 360 dərəcə? Bu fikir verin. Bu beta bucağı fərzi ilə 2 yerə bölündü. Yəni m, məsələn n. Beta bucağını isbat edək. Beta bucağı bərabərdir m plus n-ə. İndi alfa ilə m-in cəmi bərabərdir. Bunlar 2 dənə, mən bir dənə paralel 3-cü C düz xəttin çəkində gördünüzsə. A ilə M daxili bir tərəfli bucaqlardır. Bunların cəmi 180-dir. Aşağıda N ilə qammanın da cəmi, N üstəgəl qammanın da cəmi bərabər etməli 180-da. Çünki bu C ilə B-nin arasında qalan daxili bir tərəfli bucaqlardır. İndi bunları yenə toplasaq alfa üstəgəl M, üstəgəl N, üstəgəl qamma, yəni 2 dənə 180-ə bərabər edəcək. Yəni 360-a bərabər edəcək. Yəni beta özü M ilə N-in cəmini kimi göstərdim axı? Yəni bu hissə ilə bu hissənin cəmi bir yerdə 360 edir. Yəni 180 bu hissə, 180 bu hissə. Elə də 360. Yəni o həmin ifadə, ona görə biz bunu 360 kimi göstərdik. Vəssalam. Bunu fərqli yollarla isbat etməklə sadəcə indi hal-hazırda bunu dedim sizə. Və 55-ci sonuncu sualımıza baxırıq. İndi deməli x kub çıx 64x çoxhəlli vuruqları ayırın. Bu vuruqları ayırdıq. Bu A çoxluğunun elementləri olacaq. Bir də x kvadrat çıxılsın 2x, çıxılsın 48 çoxhəllisinin vuruqları isə B çoxluğunun elementləridir. Çoxhəllinin vuruqlarının Euler-Venn diaqramında qeyd edin. Deməli, bunların ortaq vuruqları olacaq və fərqli vuruqları olacaq. Biz bu Euler-Venn diaqramını dolduracaq. İndi birinci bu ifadən gələn vuruqları ayıraq. X kub çıx 64x bərabərdir. X-i mötərizə xaricdən çıxardıram. X kvadrat çıx 64 kimi. Bunu qırmızı rənglə yazaq ki, arxa fonda qarışmasın. Bu 64-ü də dəyərli şagirdlər 8-in kvadratı kimi göstərə bilərik. Bu da belə olacaq da, elə bilin ki, x çıx 8, bir də x plus 8 olur. Yəni x kvadrat çıx 8-in kvadratı bu şəkildə parçalandı. Deməli, A çoxluğunun elementləri bax bu çoxhəllinin vuruqları kimi göstərdik. İndi buna baxırıq. Bunu parçalamaq lazımdır. X kvadrat çıx 2x çıxılsın 48. Bunu təbii ki, siz kvadrat tənliyi kimi də parçalaya bilərsiniz. İndi bu kvadrat üçhəllini necə parçalayırdıq biz? Ən rahat yollarla birini sizə göstərirəm və birbaşa deməyəcəm, cavabını göstərirəm sizə. Daha doğrusu həllini göstərirəm. X-i x-in hasili kimi yazıram. Təbii ki, siz bunu yenə də kvadrat tənliyin köklərini də tapa bilərsiniz. Bax, bir üsulda belə tapılır. Məsələn, mənfi 48 nə ilə nəyin hasildir? Elə bir şeylər eləməliyik ki, burada. Məsələn, mənfi 8 ilə 6-nın hasilidir. Düzdürmü? Mənfi 8 ilə 6-nın hasilidir. Bunları da əgər çarpazlama vurub toplayanda mənfi 8x ilə
müsbət 6x-in cəmi ortadakı ifadəni verməlidir mənə. Yəni mənfi 2x-i verməlidir, verir də. Və deməli çoxhəllinin vurğuları oldu necə? Və belə. Bunu belə yazır, bunu da belə yazır. Bu da üstəgəl 6-dır. Yəni bunda belə parçalandı. X çıxılsın 8. Bir də x plus 6. İndi bunu tapmışıq. Artıq mövzu tamamlanıb. Sadəcə indi bir daha da sizə, məsələn, bunu kvadrat tənlik kimi köklərini taparsınız Viyot teoreminin. Onda necə istifadə edilir? Bax, belə bir düsturdan istifadə edə bilərsiniz. Çoxhəlli vurğuları ayırmaq üçün. x1, bu da x2. Və burada x1, x2 bu kvadrat üçərlinin kökləridir. Kvadrat tənlik kimi fikirləşsiniz. A, x kvadratın əmsalında o 1-dir. Ona görə heç yazılmır. X çıxılsın. Aha, burada da x çıxılsın. Gəl yerinə qoyaq. Bunun köklərini tapaq. Hansı ədədlərdir ki, onların hasili mənfi 48 eləsin, cəmi isə müsbət 2 eləsin. Yəni x-in əmsalının əksi. Hasil mənfi 48, cəmi isə 2. Təbii ki, bu müsbət 8 ilə mənfi 6-dır. Müsbət 8 ilə mənfi 6-dır. Çünki müsbət 8 mənfi 6 ilə mənfi 48 toplayanda cəmi isə eləyəcək müsbət 2. Çünki 8-dən mənfi 6 toplayanda 8 çıxartı o da 2 edir. İndi gətirib yerinə qoyuruq. 8-i bura qoyuruq. Mənfi 6-nı da bura qoyanda elə bil x çıxılsın mənfi 6 bu üstəgələ çevrilir. Vəssalam, mən bunu artıq onsuz burada tapmışdım da. Yəni bir daha da iki üsuldan sizə öyrətdim. İndi görək ortaq vuruq hansıdır burada? X minus 8 ortaqdır. Yəni bunu biz kəsişməyə yazırıq. Ortaqlar buraya yazılmalıdır. A-da olsun, B-də olmasın. Yəni A-nı B-dən fərqləndirənlər. X, bir də x plus 8. Bu. 2 dənə elementi də burada yazdım. İndi B-də olub A-da olmasın. Yəni B-ni A-dan fərqləndirənlər, bir də x plus 6. Yeganə vuruq burada bu qaldı. Vəssalam. Biz Euler-Venn diaqramında qeyd etdik və doldurduq. Diqqətiniz üçün təşəkkür edirəm. Bu qədər.